Avtomobil sürücülərinin doğru bildiyi yanlışlardan biri mühərriklərin yuyulmasından bağlıdır. Bəzi sürücülər motorxananı avtoyuma məntəqələrində yüksək təzyiqli su ilə yuyurlar. Bu isə mühərrik sisteminə çox ciddi zərər vura bilər. Doğrudur, avtomobilin motorxanasını yumaq düzgün aparıldıqda texniki baxımından müsbət təsir göstərə bilər. Amma ehtiyatsız yumanın sürücüləri yarı yolda qoyma ehtimalı daha yüksəkdir. Avtomobilin bu hissələrindən apar tutmaq olmaz, tok sistemlərinə olmaz və beyin deyilən bir şey var, ona olmaz, yəni uzaqdan çalışmaq lazımdır ki, naporu vurarkən ara məsafəsi olunsun. Beyin hissəsi yana bilər, babin deyilən bir şey var, elektrik, o yana bilər və bunda sviçalar, görürsünüz, sviça alışqan deyilən bir şeylər var. Onlar hamısı, biri yandısı olan hamısı dəyişilir, yəni onlar təhlükəlidir və elektrik sistemləri hamısı sıradan çıxa bilər. Yəni su gedir içinə və vurur, sıradan çıxardır hər şeyi. Maşının kompüter sistemidir, o sırada pirboarda bildirir hər şeyi və yaxud başlayır maşın pirboy işləməyə. Mühərrik yumağa müsbət tərəfləri haqqında danışsaq, bu yağ, kir, palçıq və toz qatlarını təmizləmək üçündür. Hətta mühərrikdə nasazlıq və sızıntı varsa belə, bu rahat şəkildə onu görməyi təmin edir. Diqqət edilməli məqamlardan biri isə düzgün dərman seçimidir. Mütəxəssislər bildirir ki, keyfiyyətsiz dərmanların müvəqqəti olaraq müsbət təsiri hiss olunsa da, bir müddət sonra mühərrik ciddi problemlə üzləşir. Elektrik gel olan vasitə istifadə olunmalıdır, çünki tok naqillərinin qorunması üçün heç bir şirkətin fərqi olmadan, yəni hamısı eyni rəngdədir, belə deyək, yaşıl neon rəngdədir, yəni vurulduqda həm alümin hissələrdə, həm də plastik hissələrdə bu görünür, yəni ustalar da artıq rahat görə bilər ki, hara vurublar, hara vurmayıblar bu vasitəni. Yəni sonra da kislə kömək eləyərək yuya bilərlər. Əgər avtomobilin mühərrikxanası çox yağlıdırsa, çox çirklidirsə, əlbəttə ki, biraz daha aqressiv vasitələrə keçməli. O engine wash'dır bizdə. Engine wash'ın elektrikin üstündən vurulur və sonra da yuyulur. Hər halda bu işdə təcrübəli olan şəxslərə müraciət etmək vacibdir. Çünki qoyulan qaydalara əməl olunmazsa mühərrik zərər görər və sürücü xeyli xərcə düşə bilər. Ələkbər Salih, Emin Tağıyev, Telesər.